Deməli, hər kəs dindar ola bilərmi sualına cavab vermədən öncə bir neçə şeyi qeyd etmək istəyirəm. Hamımız bilir ki, hər kəs yazı yazır, lakin hər kəs yazıcı deyil. Hər kəs mahnı oxuyur, hər kəs müğənni deyil. Hər kəs az-çox rəsm çəkə bilir, lakin hər kəs rəssam deyil. Hər kəs boksla məşğul olur, hər kəs boksçu deyil. Və hər kəs psixologiya ilə məşğul ola bilir. Hətta insanlarını tanıdığını da iddia edə bilir. Lakin hər kəs psixoloq, psixoterapi deyil. Və hər kəs dinlə məşğul olur, əməl etməyə çalışır, bənzəməyə çalışır, lakin hər kəs dindar deyil.